Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. La siyyama bakiyetallah fil aradin ruhi ve erbahul alemin liturabi maqdamihil fidah الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين. Bugün çox mübarək bir gündür. Müqəddəs 3 ayın əvvəlinci ayıdır. Rəcəb ayının 13-cü gündür. Belə bir müqəddəs gündə Əli Aleyhisselamın təvəllüdünü qeyd eləmək üçün bir araya toplaşmışıq bütün iman əhli. Əli Aleyhisselamın təvəllüd günü bütün müsəlmanlar üçün, məxsusən Əhl-Beyt tərəfdarları üçün həddən yüksək, həddən artıq sevinc gətiricidir. Əli Aleyhisselam bütün müsəlmanların fəxridir, iftixarıdır. O Həzrətin haqqı bütün müsəlmanların boynundadır. Həzrət bütün həyatını Allahın, Peyğəmbərin, İslamın dediklərini həyata keçirilməklə, yaşatmaqla keçirir. Buna görə də bütün müsəlmanlar, Həzrəti sevən bütün müsəlmanlar belə bir gündə İmam Əleyhisselamı, onun adını ehtiramla yad eləməliyik. Mən fikirləşdim ki, belə bir əziz gündə Əli Aleyhisselam haqqında nə danışmaq olar? Belə bir qısa fürsətdə Həzrətin barəsində nə danışmaq olar ki, o cənabın yüksək, üstün keyfiyyətlərini müəyyən qədər də olsa, az qədər də olsa açıqlamış olar. İndi, əlhamdülillah, bu şəhərdə qardaşlarımızın yaratdığı şərait, cəmiyyətlərin yaratdığı şərait nəticəsində müqəddəs məkanlara, müqəddəs yerlərə qrup şəklində səfərlər olur. Gedirlər Əhl-i Beytin məzarlarını ziyarət edirlər. Əlhamdülillah, inşallah ki, hamısı əli dolu qayıdırlar. Əhl-i Beytin hər bir Əhl-i Beyt üzvünün hərəmlərində onların özünə məxsus ziyarətnamələr var. Bu ziyarətnamənin mənası bu deməkdir ki, biz o yazıların, o sözlərin vasitəsindən orada Allah Taala'nın dərgahına Allahla münacət edirik, onun adını yad edirik, Əhl-i Beytin məqamını etiraf edirik və bundan sonra öz istəklərimizi Allah Taala'dan imamların, məsumların hərəmində istəyirik. Əli Aleyhisselamın müqəddəs şəxsiyyətini, hər tərəfli, müxtəlif cəhətli, yönlü şəxsiyyətini çox cəhətlərdən danışmaq olar. Kim olaq bir cəhətdən, misal üçün, Quran-ı Kərim ayələri nöqteyi nəzərindən Əleyhisselamın şəxsiyyətini açıqlamaq olar. Hədislər nöqteyi nəzərindən, dualar nöqteyi nəzərindən. Mən də fikirləşdim ki, yerinə düşərdi ki, ziyarətnamələrdə gəlmiş Əli Aleyhisselamın fəzilətləri haqqında burada müəyyən qədər sizin üçün səlahiyyətdir. Ümidvaram ki, Əli Aleyhisselam və onun əziz övladı İmam Zaman Aleyhisselam bizim söhbətlərimizdən razı olmuş olar. Məfatül Cinan kitabında, Şeyx Abbas Quminin topladığı Məfatül Cinan kitabında Əli Aleyhisselamın məxsus ziyarəti var. Müəyyən qədər oxudum, sizin üçün topladım oradan kəlmələri. Birlikdə onlara qulaq asaq, görək belə bir şəxsiyyəti tanıtdırmağa, təqdim eləməyə kimin gücü çatar? Məsumdan başqa Əhl-i Beyti tanıtdırmağa kim taqət gətirər? Ziyarətnamədə buyurulur ki, Peyğəmbərimizin qardaşıdır, Allahın Cəbrail ilə təsdiq etdiyi şəxsdir, Mikail ilə kömək elədiyi şəxsdir, Həzrət Əleyhisselam. Hər iki dünyada yaxınlaşdırdığı və gözləri işıqlandıracaq şeylər əta olunmuş şəxsdir. Möminlərin əmri, dinin köməyi, Allahın qapısı, Allahın baxan gözü, açıq əli, yetişən hikmət, dəyərli nemət. O Peyğəmbərin qardaşıdır, hər iki aləmin ən üstün xanımı Həzrət Zəhranın həyat yoldaşıdır. Heç bir şəxsə belə bir nemət qismət olmuyor.
Peyğəmbərin torpağından yaradılmışdır. O müqəddəs Tuba ağacı və Sidrətəl Müntahadır. O Allahın möhkəm ipi, onun yer üzündəki xəlifəsi, hökmləri yerinə yetirən, dinin qoruyucusu, onun hikməti ilə danışan, kitabı ilə əməl edəndir. O Allahın aslanıdır, onun sıyrılmış qılıncıdır, dəlillər, heyrətə salan ayələr və üstün möcüzələr sahibidir. O Allahın gözəl ismi, parlayan vəcihidir. O paçlanmışların rəhbəridir, xətalardan, sürüşmələrdən uzaqdır, məsumdur. Bu sözlər mənim sözlərim deyil. Dedim ki, ziyarətnamədə gəlmiş Əleyhisselamın fəzilətləridir. İnşallah ki, diqqətlə qulaq asırıq. O canını fəda edərək Peyğəmbərin yatağında yatmışdır. Onun mübarək çöhrəsindən qəmləri, kədərləri dağıtmışdır. O, ümmətin şahidi, Peyğəmbərin bayraq sahibi, ümmətin rəhbəri, şirk qoşunlarını, küfrü alt üstüdən, canını Allah Rəsulunun razılığı yolunda fəda edəndir. O, Allahın sirridir. Hər kəs tərk eləməz. O, dünyaya Kəbədə göz açdı. Kimsəyə belə bir şərəf nəsib olmadı. O, Əba əhlinin beşincisidir. Xeybər qalasını yerindən çəkib qoparandır. O, Küfə minbərindəki dəhşətli ilanla aydın dillə danışır. Bəzi möcüzələr burada işarə olunur. Səhra canavar ona söz söyləyir. Nəhrivanda ölmüş, aradan gitmiş başla söhbət edir. O, batmış günəşi geri qaytarır. O, zülmət gecələrin ağlar abididir. Bu, ümmətin zahididir, alimidir, arifidir. O, Cəbrayılın aşkar şəkildə ona möminlərin əmri, ey əmirəl-möminin deyə müraciət etdiyi şəxsdir. O, seyyidlər seyyididir, möcüzələr sahibidir. O, əzəmətli döyüşlərdə 7 səmanın əhlini heyrətə salmış. O, heç kimin cəsarət etmədiyi zamanda sədəqə verərək Peyğəmbərlə gizli-gizli, sirli danışmış. O, ordu komandanı, müharibələr sahibidir. O, Allahın zülmətlərdəki nurudur. O, zülfüqar sahibidir. Allah düşmənlərinin qatilidir. Şirki nifaqı məhv edəndir. O, Allah dostlarını qiyamət günü sirab edəndir. O, nəbəi əzimdir, yəni böyük xəbər. O bizim yanımızda ana kitabda uca və hikmətlidir deyə buyuran ayədə buyurulan şəxsdir. Allah təala onun şəhərini nazil edir. O, müstəqim yoldur, sirat-ı müstəqimdir, Tövrat, İncil, Quranın tanıtdırdığı şəxsdir. O, Allahın nuru, onun yoludur, Əli əleyhissalam. O, ağlayan, o, çağlayan dəniz, coşan hikmət, o, ilk iman sahibi. Əleyhissalamdan öncə, bilirsiniz də, heç kim ilk iman gətirməyib. Rəsula nazil olanı ilk təsdiq edən şəxsdir. O, Əlidir. Belə bir əzəmətli şəxsi görəsən, qısa fürsətlərdə, hətta böyük fürsətlərdə necə tanıtdırmaq olar, onun üstün keyfiyyətləri necə bəyan eləmək olar, tarix boyu şəninə haqqında cildlərlə kitablar yazılmış, saatlarla söhbətlər, mühazirələr aparılmış. Amma onun xüsusiyyətlərini bəyan eləmək qeyri-mümkündür. Dedik, çağlayan dənizdir, coşan hikmətdir. Bizim belə bir məsumların ziyarətinə gedərkən, Əhl-i Beyti ziyarət edərkən bir ziyarətnamamız var, adı Böyük Camiyə ziyarətnaməsidir. Ziyarət-i Cami Kəbirə adına məşhurdur. Hədis alimlərimizdən dediyinə əsasən, ümumiyyətlə, məzunun doluğunluğu, hər tərəfliyi, fəsahət və bəlağət cəhətdən bu ziyarətnaməyə çatan ikinci bir ziyarətnamə yoxdur. Məsumların üstün keyfiyyətləri, məqamları, Allah yanında dərəcələri burada mükəmməl şəkildə öz əksini tapmışdır. Və hədis alimlərimiz buyurur ki, bir nəfər hədis alimi məşhur, səhv etmirəmsə Abbas qulun olmalıdır ki, mən məsumların hərəminə şərəfiyə olarkən, bundan başqa heç bir ziyarətlə məsumları ziyarət eləmirəm. İmam Zaman əleyhissalam Seyyid Rəşdi ilə görüşərkən, deməli, yolunu itirir qış vaxtı. İmam Zaman əleyhissalam o imamı tanımadan onu tərkinə mindirir. Yol boyu gedərkən ona 3 nəfər məsələni xatırladır. Əslində, ona və Əhl-i Beyt tərəfdarının bir danlaqdır bu. Onu sərdənkarda danlayır ki, birincisi budur ki, siz nə üçün nafilə qılmırsınız? Nə üçün gecə ibadətinə məşğul olmursunuz? Həzrət bunu 3 dəfə təkrar edir. İkinci buyurur ki, siz nə üçün aşura oxumursunuz, aşura ziyarətini?
Bunu da üstələ təkrar edir. Axırda buyurur ki, nə üçün siz camiyə oxumursunuz? Camiyə. Bu üstələ təkrarını da bilirsiniz. Məqsəd budur ki, mətləbin mühümlüyünü, ona diqqətin lazım olduğunu çatdırır. Və İslam alimləri tərəfindən də bu ziyarətnaməyə, Ziyarət Cami Kəbirə, böyük cami ziyarətinə cildlərlə kitablar yazılmış. Bu özü də göstərir ki, həddən artıq dəyərə malikdir, önəm verilməlidir. Münasib görərdim ki, bu söhbətimizin axırında bu ziyarətnamədən bir neçə parçanı oxuyardıq, onunla da söhbətimizə xatimə verərdik. Deməli, bu ziyarətnamə ilk baxışda mən baxdım ona söhbətimizə hazırlaşarkən, ümumi şəkildə bu ziyarətnamə 4 yerə ayrılır. Birinci hissədə Əhl-i Beytin məqamlarını tanıtdırır Əhl-i Beyt tərəfdarlarına, müsəlmanlara. İkinci, Əhl-i Beytlə olan və olmayanlar haqqında həqiqətlər, yəni hər kəs Əhl-i Beytə tabi olsa, o hansı məqama sahibdir, hər kəs Əhl-i Beytlə müxalif olsa, onu hansı zərərlər gözləyir. Üçüncü, etiraf və şəhadətlər. Ziyarət edən şəxs deyir ki, mən şəhadət verirəm, mən etiraf edirəm ki, siz belə bir məqama sahibsiniz. Dördüncü ki, dua və istəklər. Allah Taala'dan istəyirsən ki, ilahi, mənə belə şeyləri əta elə. Bu parçaları oxumazdan qabaq, əziz bazı qardaşlarım, diqqətini bu məsələni yönəltmək istəyirəm ki, ziyarətnamə, ümumiyyətlə, hətta dualar sadəcə məsumla, Allahla qəlbi rabitədən ibarət deyil. Biz sadəcə onun üzərini oxuyaq və keçək. Orada insanın həyata, Allah Taala'ya, məsumların məqamına aid həddən artıq yüksək maarif yatır. Bunlara diqqət eləmək lazımdır. Orada bizə göstərir ki, sən məsuma deyirsən ki, sən hikmət sahibisən, sən məsumsan, Allaha itaat edirsən, bununla məsumun hansı məqama malik olduğunu tanıtdırmaq istəyir bizə. Və yaxud deyir ki, mən sənin dostlarımla dostam, mən səni sevirəm. Görürsən, bu əməlində hansı həddə belə bir sevgiyə riayət edir? Bu haqda çox danışmaq olar. Ümumiyyətlə, ziyarətnamənin marifi məsələsi özü xüsusi bir müstəqil bəhsdir və üzərində də İslam aləmində belə az işlənmişdir. Vaxtımız azdır, yəni zənnimcə mənə 15 dəqiqə vaxt verilir. Fəqət o 4 hissə dedim ki, onun birinci hissəsini oxumanı kifayətləndirəm Əhl-i Beytin məqamın tanıtdırılmağı haqqında. Ziyarətnamə belə başlayır. Salam olsun sizə, ey Peyğəmbərlik ailəsi, Risalətin məkanı. Mələklərin get-gəl etdiyi, vəhyin nazil olduğu yer, rəhmət mədəni, elm xəzinəsi, sonsuz səbir, kəramət əsasları, ümmətlərin rəhbəri, nemətlər sahibi, yaxşıların mayası, xeyirlilərin bünövrəsi, bəndələrin siyasətçiləri, şəhərlərin, ölkələrin dayaqları, imanın qapları, rəhmanın əminləri, peyğəmbərlərin sülaləsi, göndərilmişlərin seçilmişləri və aləmlərin Rəbbinin seçdiyinin ailəsi, Allahın rəhməti və bərəkəti sizə olsun. Salam olsun Allah mərifətinin qərargahına, Allah bərəkətinin məskəninə, Allah hikmətinin mədəninə, Allah sirrinin qoruyucularına, Allah kitabının daşıyıcılarına, Allah peyğəmbərinin canişinlərinə, peyğəmbər nəslinə, Allahın rəhmət və bərəkətləri sizə olsun. Əhl-i Beyti ümumi şəkildə xitab edib, müraciət edir Əhl-i Beytə. Əleyhissalamda bu Əhl-i Beytin bir üzvüdür. Ümumi şəkildə Əhl-i Beytə aid olan fəzilətlər tək-bətək onların hər bir fərdinə də aid olur. Eləsə dediyimiz, biz bugünkü gündən uyğunlaşdırmaq istəyiriksə, bu dediyimiz müraciətlərin hamısı Əleyhissalama aiddir. Sonuncu hissəni oxuyum, söhbətimizə son verək. Haqq sizinlədir, sizdəndir, sizdədir, sizədir. Siz onun əhlisiniz, mədənisiniz, peyğəmbərlik mirası sizdədir. Xalqın qayıdışı sizədir, haqq hesabı sizinlədir. Son söz sizin yanınızdadır. Allahın ayələri, işanələri sizdədir, qərarları sizdədir, nuru, bürhanı yanınızdadır və əmri sizinlədir. Hər kəs sizi sevsə, Allahı sevmişdir. Allahdan istəyirik ki, bizi Əleyhissalamın
və Əhl-i Beytin həqiq davamçılarından qərar versin. Son duamız bu olsun ki, ilahi, əgər mən Məhəmməd və onun dəyərli, gözəl rəftarlı imam ailəsindən sənə daha yaxın olan şəfayətçilər tapsaydım, sözsüz ki, onları sənin yanında şəfayətçi edərdim. Elə isə onların özünə lazım bildiyim haqqına ant verirəm və səndən istəyirəm, məni onlara və onların haqqına arif olan, haqlarını tanıyanlar zümrəsinə daxil olanlardan və onların şəfayəti ilə bağışlananlardan qərar ver. Həqiqətən də sən ən mərhəmətlisən. Allah, Peyğəmbərə və onun pak Əhl-i Beytinə çoxlu salamlar göndər. Həsbunallah və ni'məl vəkil. Və sallallahu alə Muhammedin və alihi tahirin. Salavat.